Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, çox gözəl bir biberdən qalyanaltılıq hazırlayacağım. Sizlər də belə ləzzətli, belə gözəl qalyanaltılıq hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Böyük bir ləyən götürürəm. İçərisinə əvvəlcə su, daha sonra şəkər tozu, duz, üzüm sirkəsi, duru yağ əlavə edib qarışdırıb odun üzərinə qoyuram ki, qaynasın. Su qaynayana qədər bibərini hazırlayıram. Bizə belə bir ətli, şirin biberlər lazım olacaqdır. Yəni bolqar biberidir, qırmızı biber olur, bolqar biberi onun yaşılındandır. Belə təmizləyirəm əvvəlcə. Baş hissəsini kəsib ikiyə bölürəm və ortasından bütün tumunu və bu ağ hissəsini kəsib çıxardıram. Onlar acılıq verir. Bütün nə də salatda, turşuda, nə də istifadə etsəz, mütləq onları kəsib çıxardım. Bütün biberləri eyni qaydada təmizləyib götürürəm. Hər kəs bu qalyanaltılığı qırmızısından hazırlayır. Mən isə bugün İlk eləyərək yaşılından hazırladım. İnanın ki, o qədər gözəl, o qədər dadlı olur ki, sizlər də hazırlayın. Necə dadlı olduğunu biləcəksiniz. Artıq biberləri hazırlamışam. İçərisini, tumunu yəni çıxartmışam. İndi isə sarımsağını xırda şəkildə doğramalıyıq. Sarımsaqları da əvvəlcədən təmizləmişəm. Onları da xırda şəkildə doğrayıram. Sarımsağını da doğradım, hazırdır. Yəqin ki, deyəcəksiniz, diri-diri tökmək xeyir. Sarımsağı belə xırda şəkildə doğramaq lazımdır. İndi isə cəfərisini doğrayıram. Cəfərini də xırda şəkildə doğrayıb götürürəm. Əlbəttə ki, cəfərini də əvvəlcədən yuyub təmizləmişəm. Sirkəli, yağlı, şəkərli, suyumuz qaynadığı üçün hazırladığım, yəni içərisini təmizlədiyim biberləri bu suyun içərisinə tökürəm. Və tez-tez qarışdırıram, yəni çevirirəm ki, bütün biberlər eyni qaydada suyun içərisində, yəni bu şəkildə qaynayaraq yumşalsın. 10 dəqiqə bu belə bir qaydada qaynadıram. 10 dəqiqədən sonra baxıram, baxın əlimlə də yoxluyuram. Çox da yumşalmamalıdır. Sadəcə biberlər, yəni o bərkliyini itirdikdən sonra odun altını söndürürəm, yəni qazı söndürürəm və doğradığım sarımsağı, petruşkanı əlavə edib qarışdırıram. Petruşka sarımsaq da əlavə edildikdən sonra ətrafa çox gözəl bir qoxu yayılır. Sirkənin, yağın, şəkərin, yəni bu suyun bir gözəl başqa iyi qoxusu olur. Sirkə sarımsağı da tökdükdən sonra daha gözəl, daha ləzzətli bir qoxu ətrafa yayılır. Göy ilə sarımsağını isti-isti töküb qarışdırmaq lazımdır və həmin dəqiqədə yuyub təmizlədiyim təmiz bankalar götürürəm. Mütləq bankalar quru olmalıdır, təmiz olmalıdır. Hazırladığım bu biberləri yığıram bu bankanın içərisinə. Əlbəttə ki, həm sarımsağından, həm göyərtisindən də əlavə edirəm ortalarına. Mən bayaq qeyd etmədim, indi yenə deyirəm, içərisində belə biraz qırmızı rəngdə olanlar da var. Hər bankaya bərabər şəkildə o qırmızılarından da qoyuram ki, hazırladığımız bu qalyanaltılıq daha gözəl görünsün bankada. Turşu, mürəbbə hazırlayanda mütləq təmizliyə əməl etsəniz, sizin hazırladığınız turşularda, mürəbbələrdə çox gözəl şəkildə alınacaq. Heç biri xarab olmadan qışa gözəl şəkildə qalacaqdır. Bankaları yığdıktan sonra biraz da suyundan
Suyundan götürürəm, qaşıqla götürmək mənə çətin oldu. İndi isə çömçəklə sarımsaqlı, yəni sirkəli, şəkərli suyla bankamızı doldururam. Bütün biberləri eyni qaydada belə şəkildə bankalara yığıram. Bankaları çox da basaraq, yəni çox da bərk doldurmayın biberlərlə, yəni. Biraz belə yığdısa, üzərini də su ilə doldurun. Yəni elə edin ki, göyərtisi, sarımsağı da bərabər şəkildə bankalara paylaşdıra biləsiniz. Artıq bütün biberləri yığdım, yəni hazırdır. Böyük qazan götürürəm. Hazırladığım, yəni bankaları, doldurduğum bankaları bu suyun içərisinə düzürəm və qapaqlarını qoyuram. Suda da hardasa 15-20 dəqiqə qaynadıram. Çox da artıq qaynatmaq lazım deyil. 15-20 dəqiqə qaynatsaz bəs edir. Qaynamış bankaları suyun içərisindən çıxardıram. Burada biraz ehtiyatlı hərəkət etmək lazımdır. Çünki bankaların içərisi yağlı olduğu üçün qaynayarkən biraz bankaların kənarı da bata bilər. Yəni əlinizdən sürünçüb yandımaması üçün belə kənarlarından ehmalca tutub onu qazanın içərisindən çıxardın. İsti-isti bankanın qapağını 2 dəfə tərs, 1 dəfə yəni düz möhkəm sıxaraq bağlayın. Bu da sonda görün necə gözəl, necə ləzzətli, yəni görüntüsü, dadının nə qədər ləzzətli olduğunu bildirir. Açıqlama bölümündə mütləq resepti qeyd edəcəyim. Çünki mən burada 5-6 porsunu bir yerdə hazırladığım üçün sizin çaşmamanız üçün resepti demirəm. Mən yarım kilo bibərin reseptini sizin üçün açıqlama bölümündə yazacağım. Sonda belə gözəl, belə ləzzətli qalyanaltılıq biberlər hazır oldu. Sizlər də hazırlayın, dadın, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. İndidən hazırlayan hər kəsə nuş olsun deyirəm.